Özəl tibb müəssisələrində yoxlama aparılarkən qanun pozuntusu aşkar edildikdə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən hansı addımlar atılır? Yoxlamalar nəticəsində əldə edilmiş hər bir fakt rəsmiləşdirilir və bu yoxlayıcıların aktı ilə təsdiq edilir. Qanun pozuntusu olduğu təqdirdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyatı orqanlara, məhkəmə və ya digər orqana göndərilir və yalnız aidiyyatı orqanın qərarından sonra cərimə tətbiq edilir. Həmin pozuntu təkrar olunarsa, müəssisə yenidən cərimələnir və qanunsuz fəaliyyətin dayandırılması barədə bildiriş göndərilərək məsələ artıq hüquq mühafizə orqanlarına və digər aidiyyatı qurumlara yönləndirilir. İnsan həyat və sağlamlığına zərər dəyməsi faktı aşkarlandıqda isə məsələ cinayət işi kimi prokurorluq orqanlarında araşdırılır.